Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizi ayırıb kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir İnqilabda, Həsən Əliyev küçəsində, Dövlət İmtahan Mərkəzinin yanında, Tibb Universitetinə yaxın ərazidə yerləşir. Yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış tam əşyalı bir mənzildir. İndi mən mənzildə olan bütün hər şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Həmişə olduğu kimi başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz, girişdən daxil olduqda solda divarda dizayna uyğun tablolarımız yerləşdirilib. Döşəməsi qranitdir, isti döşəmə ilə təchiz olunub və burada əyləşmək üçün yer, dekor saat, dekor güzgü yerləşdirilib və gəldikdə girişdən üzbəüz burada açarıq. Yenə buralar yerləşdirilib, işıqlandırmada spotlardan istifadə olunub, gizli işıq, hər bir şey hamısı qaydasındadır. Gəlin keçək otaqlara, mən bir-bir hər şeyi sizə göstərim. Artıq gördüyünüz bura mənzilin qonaq otağı da çox genişdir. Bütün mebel, bütün əşyalar, hər şey rahatlıqla yerləşdirilib. Görürsünüz, divan, kreslolar, jurnalə, arxada dekor saat, kondisionerimiz də var, hazırdır. Burada mebel daraqlardan istifadə olunur, sağ və solda arasında güzgülər yerləşdirilib. Yenə buralar da var. Burada işıqlandırmada lüstr və spotlardan istifadə olub. Mərkəzdə gözəl lüstrumuz var, spot, gizli işıq, bunlar da hamısı qoyulub hazırdır. Pərdəmiz asılıb. Burada yenə 4 dəfəli masamız var. Televizor burada yerləşdirilib və sağ-sol yenə mebel daraqlar, güzgülərdən istifadə olunub qəhvəyi rəngdə. Və burada qonaq otağına daxil olduqda sağda aksesuarlar yerləşdirmək üçün yer nəzərə alınmış, şkaflar yığılıb, aksesuarlar da qoyulub. Hamısı hazırdır, yəni mənzil tam hazırdır. Əlavə nəsə almağa ehtiyac yoxdur. Sadəcə gəlib yaşamaq qalır. Sənədlər də qaydasındadır, çıxarış, yəni kupçası da var. Onu da nəzərinizə çatdırım. Keçək, mən sizə vaxt itirmədən göstərib mənzilin yataq otağını. Bura dediyim kimi mənzilin yataq otağıdır. Burada da bütün yataq dəsti hamısı var, hazırdır. Yəni buranın ölçüsü nəzərə çatdırım, təxmini 15-17 kvadrat olar. Taxtımız qoyulub hazırdır. Burada deməli şkafımız da var. Tam axıra kimidir, yuxarı hissədə şkafdır. Əşyalarınızı rahat yerləşdirə bilərsiniz. Burada güzgümüz, aşağısı şkaf yenə. Burada da işıqlandırmada spotlardan istifadə olunub. Əlavə olaraq orada təşkil işıqlar da yerləşdirilib. Yəni dediyim kimi tam hazır mənzildir. Buradan rənglər də gözəl seçilib. Mənzildə ümumilikdə gözü yormur. Gəlin buradan sizə göstərim mən mənzilin sanitar qovşağını. Burada da hər bir şey tam hazır vəziyyətdədir. Bütün aksesuarlar qoyulub. Burada deməli ara kəsən duş kabin yığılıb. İçərisi də çox genişdir. Bütün aksesuarlar da dediyim kimi hazırdır. Gözəl moyladırımız, unitaz, bir sözlə tam hazır vəziyyətdədir. Keçək mən sizə mənzilin mətbəxini göstərim, sonra digər məlumatları və qiymətini nəzərinizə çatdıracağım. Buradan daxil olaraq mənzilin mətbəxinə. Nəzərinizə çatdırım ki, mənzil bir otaqdan 2 otağa düzəlmədir, amma görürsünüz 2 otaqdan demək olar seçilmir. Hər otağın ayrıca pəncərəsi var. Burada mənzilin mətbəxidir. Burada nə var, hər şeyi sizə göstərim. Yeni mətbəx belə yığılıb. Tam axıra kimidir, 3 hissədən ibarətdir. Yuxarı hissəsi də şkafdır. İçərisini də göstərim. Dərinlik barədə təsəvvürünüz yaransın. Üstü mərmərdir. Qaz peçi, aspirator qoyulub hazırdır. Soyuducumuz da var. Burada paltaryan da yerləşdirilib və girişdə olan isti döşəmə burada davam etdirilib. Burada qranitdir və buradan mənzilin eyvanına çıxış da var. Burada da deməli işıqlandırmada ümumi spotlardan istifadə olunur. Belə mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatdan bir daha nəzərə çatdırım. Mənzil yerləşir İnqilabda, Həsən Əliyev küçəsində, Dövlət İmtahan Mərkəzinin yanındadır. Yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, bir otaqdan 2 otağa düzəlmiş 67 kvadrat ölçüsü olan bir mənzildir. Gördüyünüz şəkildə satılır, hər bir şeyi tam əşyalı, hamısı qiymətə daxildir. Ölçüsü 67 kvadratdır. 7 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Nəzərə çatdırım ki, normal mərtəbədir, yəni mansard və yaxud digər texniki mərtəbə deyil.
Sənədləri də qaydasındadır, çıxarışı, yəni kupçası da var və mənzilin start olaraq qiyməti 198.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.